Son illər Bakının ümumi görkəminə xələl gətirən, onlarla qəzalı istismar müddəti başa çatan tikililər sökülərək yerində çoxmənzilli binalar inşa edilir. Məqsəd bu binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılmasıdır. Lakin bəzi hallarda sakinlərin bazar qiymətindən dəfələrlə artıq məbləğ tələb etməsi digər sakinlərin də hüquqlarını pozur. Müəyyən ziyanlar vururlar, qəsdən axıra qalırlar, yüksək məbləğ tələb edirlər. Çox vaxt söküntünü aparan şirkətlərlə sakinlər arasında razılıq baş tutmur və nəticədə qarşılıqlı müqavilə əsasında kirayə mənzillərə çıxarılan digər sakinlər illərlə yeni mənzillərinə köçə bilmir. Bəzən bir sakinin kompensasiya tələbi uzun müddət həmin layihələrin icrasına əngəl olur. Paytaxt Bakıda bu kimi söküntüsü həyata keçirilən binalara görə sakinlərə verilən kompensasiyanın məbləği 1500-3500 manat arasında dəyişir. Bu da real bazar qiymətinə uyğun hesablanır. Ancaq bəzi hallarda bina sakinləri nəinki onlara təqdim olunan kompensasiya, hətta gələcəkdə bu ərazilərdə tikilən binanın kvadratına görə də qarşı tərəflər razılığa gələ bilmirlər. Misal olaraq deyə bilərik ki, paytaxtın Nizami rayonunda istismar müddəti başa çatmış sökülən binalara görə sakinlərə ödənilən kompensasiyanın məbləği 2500-3000 manat arasında dəyişir. Rayonun Kamil Balakişiyev küçəsində söküntüsü bir ildir gecikən 4 binada da aqibət eynidir. Qarşı tərəf gətirib qiymətləndirdi bunu 3000-ə, məsəl üçün. Şirkət tərəf gətirib qiymətləndirir 2000-ə. Yenə arada kvadratında 1000 manat fərqə gedir. Bu düzgün tənzimlənmir. Heç cür düzgün tənzimlənmir. Yəni, bu qiymətləndirmə dövlət tərəfindən həyata keçirilərsə, tam məqsədə uyğun olar. Şirkət rəsmisi deyir ki, 73,9 kvadrat metr sahəsi olan mənzilə görə bir sakin onlardan 430 min, eyni kvadratlı digər mənzilə görə isə 780 min manat vəsait tələb olunur. Eyni ünvanda həmin mənzillərdən birinin kvadratı 6200 manat, digərinin isə 5819 manat təşkil edir. Sökülən mənzillərin dəyəri bazar qiyməti ilə tənzimləndiyi üçün tərəflər çox vaxt razılaşmadığı üçün məhkəmə müraciət etməli olur. 51,6 kvadrat olan mənzil olan xanım var. Həmin xanımın tələbi 280 min manat təşkil edir. 280 min manatı da kvadrata çevirəndə 5426 manatdan məndən kvadratına pul tələb edir. Xətai rayonunda isə mənzərə fərqlidir. Bu sakinlərin evləri dövlət ehtiyacları üçün sökülür. Lakin onlara təklif olunan kompensasiyanın məbləğinin az olmasını əsas gətirərək evlərinin sökülməsinə razılıq vermirlər. Kvadratı 1250 manatdır. 1500-dən 3000 arası məsəl üçün minimalısını deyirəm də. Olsa yenə gedib hardansa yeni bir şey almaq olar. Bizdən alırlar ucuz qiymətə, mənzili satırlar baha qiymətə. 150 alırlar buradan bizdən. Bir də gözümüzün qabağında da 5000-ə deyir buranın qiyməti. Bəs sökülən binalara görə kompensasiyanın məbləği vətəndaş şirkət tərəfindən deyil, dövlət müəyyən edə bilərmi? Artıq ölkəmizdə Azərbaycan Qiymətləndiricilər Palatası yarandı ki, qiymətləndirmələrlə bağlı bütün mübahisəli məsələlər Qiymətləndirmə Palatasında öz həllini tapa bilir. Başqa bir tərəfdən Qiymətləndiricilər Palatasının əsas missiyası qiymətləndiricilərin fəaliyyətə nəzarətdir ki, bu zamanda əmlaklara qoyulan qiymətləndirmə rəylərinin doğruluğu Qiymətləndiricilər Palatası tərəfindən aparıla bilər. Məlumat üçün bildirək ki, Bakının baş planına əsasən hazırda söküləcək binaların sayı onlarladır. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.